Mən Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yaşayıram. 5 evladımla. Bura köhnə ət kombinatının yeridir. Bir dənə 4-ün 4-ə 16 kvadrat otaqda qaldıq. Yəni evin çıxarışı olmadığına görə qazım yoxdur, qaz da çəkmirlər mənə. Uşaqlar soyuqda qalır. Xahiş edirəm dövlət qurumlarından ki, nəzərə alsınlar bu 5 dənə oğlanı, 5 dənə uşaqları ki, qaz çəksinlər. Bir də evin tikilişi ilə bağlı bizə köməklik eləsinlər. Mən az təminatlı ailə kimi bunları eləyə bilmirəm təkcə. Bu barədə yəni dövlət qurumlarından kömək istəyirəm. O ev budur. Bir otaqlı evdə 5 dənə uşaq böyüdür. Hamısı da oğlandır. Bax, qarşıda fərdi evlərin məsələn qaz xəttləri var. Oradan bir dənə bura qaz xətti çəkilməsinə köməklik istəyir və fərdi evinin bir otaqda heç olmasa bir 2-3 otağının düzəlməsi istəyir. Dövlətdən yardım istəyir. Ya dövlət icra hakimiyyətdən, Gəncə şəhər icra hakimiyyətdən köməklik istəyir ki, buranı düzəltsinlər. Xahiş edirik aidiyyatı orqanlar bu vətəndaşa köməklik göstərsin. Yəni bu uşaqlar bizim gələcəyimizdir. Bunlar əsgər böyüdür. Yəni heç olmasa bir dəstək olsunlar. Bax, orada görsən qaz xətti var. Düzdür, cənab prezidentin göstərişi var. Yəni fərdi evin qupçası olmadan qaz xətti çəkilənməz. Yenə də az təminatlı ailədir. Yəni nəzərə alınsa daha yaxşı olar. Heç olmasa da o da olmasa qaz xətti bu evin tikilməsi olsun, sənədləşdirməsi olsun ki, bu da rahat şəkildə qaz xəttini çəksin. Xahiş edirik aidiyyatı orqanlar köməklik göstərəsiniz bu ailəyə. Yəni qabaqdan qış ayı gəlir. Çox əziyyət çəkəcəklər və odunla isidirlər evini. Yəni çox çətinlikdir də. Bu bir otaqda evdə qalırlar. Çox sağ olun, minnətdaram. Diqqətiniz üçün təşəkkür edirəm.